İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn. Amma ba'du. Elfiyenin 46. beytindəyik. Mevzu İrab-ı mə'təl minəl əsmə. İsimlərdən mu'təl olan sözlərin irabı. Mu'təl nə idi? Yəni o sözün sonundakı nəhv elminə görə sonunda. Amma sarf elmində yəni sözün ortasında da ola bilər, sonunda da ola bilər. Yəni sözün sonunda əlif, vav, yə olan kəlmələrdən söhbət gedir və isimlərdən olan. Var feillərdə, var isimlərdən. Bu dəfə isimlərdən danışırıq. Və səmmi mu'təllə minəl əsməyi mə kəl Mustafa vəl murtaqi məkarimə. Deməli, səmmi adlandır, bunun səmminin birinci məf'ulü mədir, birinci məf'ulü mə, ikinci məf'ulü mu'təllə. Hansı ki deyir, Mustafa və Murtaqa kimi kəlmələr ki var, isimlərdən olan, onları mu'təl adlandır. Bu məkarimə sadəcə şeirə görə deyib, düzdür, bu mənası var. Yəni, kəl Mustafa vəl murtaqi məkarimə, yəni əxlaqı, hörmətə yüksələn. Murtaqi yəni yüksələn. Fəl əvvəlu, əvvəl nə deyir? Yəni Mustafa'nı deyir. Mustafa. Əl-əvvəlu İrabu fihi quddira. Burada əvvəl mübtədadır. İrab ikinci mübtədadır. Və fihi quddira, quddira cəmiuhu, bu ikinci İrab ki var, ikinci mübtəda, onun xəbəridir. Və bu ikinci mübtəda ilə cəmiuhu, hamısı bir yerdə, öz xəbəri ilə bir yerdə, əvvəl sözünün xəbəridir. Nəysə, o videonu saxlayıb özünüz orada işarə eləyərsiniz. Deməli, və huva bu növbəti cümlədir, ona sonra baxarıq. Deyir ki, fəl əvvəlu, yəni Mustafa, İrabu fi quddirə cəmiuhu. Bütün hallarda, yəni bütün hamısında nə edirsən? İrab eləyərkən onun hərəkələrini təqdirdə deyəcəksən. Aydındır? Yəni, əl-Mustafa, innəl Mustafa, fil Mustafa. Hər bir halda təqdirdə olacaq. Sonra yerini başlayır. Və huva müftədadır. Əlləzi onun xəbəridir. Huvəlləzi qad qusirə. Artıq deyir o, həmin o Mustafa kimi kəlmələr nə oldu? Məqsur oldu. Qad qusirə, yəni muniə, hubisə, həbs olundu. Nədən həbs olundu? Yəni məhbusun. Bütün hərəkələrdən həbs olundu. Deyirik ona ismi məqsur. Bunu bitirdik. Mustafa söhbəti qutardı. Və thani mənqusun. Yəni ikinci murtaqi mənqusdur. Mənqusdur. Və thani mübtədadır, mənqus xəbərdir. Və nasbuhu, nasb səni mübtədasına atf olunub. Atf olunub. Və nasbuhu zahara. Zahara nasb sözünün xəbəridir. Bu nasb mübtəda, zahara xəbərdir. Nasbuhu zahara, həmin o ikincinin, bu murtaqi yoxdur, onu nasbda hərəkəsini zahir eləyəcək. İnnə murtaqiyyə. Yəni fəthə üzə çıxacaq. Və raf'uhu, rafı isə, raf'uhu mübtədadır, yun və xəbərdir. Onun rafı, nəyin rafı? Murtaqiyin rafı, raf halında yun və, yəni yuqaddar, tənvində olacaq. Yəni yun və nədir? Niyyət elə də, yəni beynində keçir. Kəzə əydən yücər. Həmçinin cərdə də belə. Yəni cər halında da, raf halında da o murtaqi kəlməsi nədir? Təqdirdə olacaq. Burada sizdə aşağıda o qeyddə sizdə də var. Sadəcə ola bilər ki, yəni səhifə dəyişikliyi olsun, mətbədən fərqlidir. Deyir ki, yəni bu şeirin mənası ki, və mə'nə əl-əvvəl və huvə mə əxiruhu əlf minəl əsməyi kəl Mustafa. Əl-iqrab cəmiuhu. Ey raf və nasb vəl cər.
قدر على آخره الذي هو ألف وهذا النوع هو الذي قد ندي قصر أي سمي مكسورا من القصر بمعنى حبس وإنما سمي بذلك أنه قد حبس ومنع من cins الحركات. Bütün harekatın növlərindən mane olur. Yani buna bakabilirsiniz. شرع في ذكر الإغراب المؤتل من الأسماء والأفعال فذكر أن ما كان مثل المصطفى والمرتقي يسمى مؤتلا. Müəllif İrabda başladı. Nəyə başladı? Mu'təlin irabına. İsimlərdən olan, feillərdən olan, yəni mu'təl kəlmələrin irabına başladı. Və zəkərə ənə mə kənə mislə Mustafa vəl murtəqi yüsəmmə mu'təllə. Və dedi ki, Mustafa və murtəqi kimi kəlmələr mu'təl adlanır. Mu'təl demişdik də, yəni xəstə, zəif sözlər, xəstə sözlər. Və əşarə bil Mustafa ilə mə fi əxirihi əlifun lazimətun qabləha fəthə. Mustafa sözü ilə işarə elədi nəyə? Sonu əlif lazım. Yəni ayrılmaz əlif ilə bitən və o əlifdən də qabaq fəthəli olan. Yəni ayrılmaz əlifdən qabaq fəthəli olan həm ayrılmaz əlif olsun, həm də ondan qabaq fəthəli olan kəlmələrə işarə elədi. Mislə asa və raha kimi. Və əşara bil murtaqi ilə isə nəyə işarə elədi? İlə mə fi əxirihi yəun məqsurun mə qabləhə. Sonu yə elə bir yə ki, ondan əvvəl də nədir? Kəsrə var. O cür sözlərə işarə elədi. Nəhvə əl-qadi və da'i kimi. Deməli, qardaşlar, əl-qadi əlifləmi götürsək, yerdə nə qalır? Qadin. Sual çıxır, bəs yə necə oldu? Bura yazıram. Misal üçün, əslində sözün kökü, sözün özü, deməli, yəni də qoyuram. Çünki biz qadin desək, bax, indi sonunda yazıram, həmişə necə deyirik əlifləmsiz? Qadin desək, bu cür ki, dadın sonudur, sonu belə bitir. Sadəcə indi mouse'la yazmaq olmur. Burada dadın nöqtəsi. Yaxşı, qadin. Buradakı tənvindəki bu n ki var, o əslində budur da, sukunlu nundur. Bu sonradan kəşf olunub. Və bu niyə yə düşüb? Bu əslində yə sukunludur. Qadindir. İki dənə sukun yanaşı gələndə bu xəstə hərf düşür. Yerdə qaldı qadin. Bəziləri bunu nun ivad deyirlər. Yəni qadindəki o tənvinə düşmüş yənin nə idi? Əvəzi deyirlər. Amma bəzi nəfslər razılaşmır. Deyirlər, yox, burada əvəz eləməyib. Sadəcə yə düşüb. Nun da elə əvvəldən var idi. Amma ləyəlin sözündə o nun nədir? İvaddır. Yəni onun nəyinsə düşməsi ilə deyil. Hər bir halda yəni bu tənvinə yənin əvəz edicisi də deyirlər. Yəqin ki, rastlaşmısınız kitablarda. Yaxşı, deməli, thumma əşarə ilə ənə mə fi əxirihi əlfun məftuhun mə qabləhə yuqaddaru fihi cəmi hərəkətil iqrab. Sonra İbn Məlik rahmehullah işarə elədi ki, nə ilə? Sonu əlif olan, amma o əlifdən qabaq fəthəli olan kəlmələr ki var, bütün hərəkələri təqdirdə olur. Raf, nasb və cər hərəkələri. Və ənəhu yüsəmmə əl-məqsur. Belə ki, o nə adlanır? Məqsur adlanacaq. Ki, yəni məhbus, bütün hərəkələrdən qısır olunub, həbs olunub. İsmi məqsur deyəcək. Vəl-məqsur huva ismul mu'rab əlləzi fi əxirihi əlfun lazimətun. Bu da məqsurun tərifi. Mu'rab olan isimdir. Burada diqqətli olun. Niyə muğrab dedi? Çünki şeirdə də deyir axı onu. Əl-əvvəlu, əl-iqrabu, yəni muğrab olan isimlər. Deməli, muğrab olan isimdir, hansı ki sonu ayrılmaz bir əliflə bitib.
Və ihtaraza bir isim minəl fe'l. İsim dedikdə burada tərifdəki isim deyirik. Fe'l buradan istisna olur. Yəni fe'ldən danışmır. Nəhva yarda, yarda kimi fe'llər. Bunda sonu əliflə biti baxır. Yəni biz deyir bu fe'llərdən danışmır. Sonra və bil mu'rab deyəndə və burada ehtirazaya qayıdır. Yəni və ehtiraza bil mu'rab, mu'rabı ehtiraz, mu'rab sözü ilə ehtiraz oldu. Nə ehtiraz oldu? Yəni istisna oldu. Nə? Məbnilər. Nəhva izə. İzənin də bax sonu əliflə bitib. Yəni deyir ki, bu buna aid deyil. Məbniləri də qoydu qırağa. Sonra və bi əlif. Yəni ehtiraza bi əlif. Əlifi deməklə nəyə ehtiraz etdik? Minəl manqus, manqusları. Yəni əl-qadı kimi sözləri. Kəməl səyəhdi necə ki, indi birazdan gələcək. Sonra və bi ləzimətin orada deyir axı əlfun ləzimətun. Ayrılmaz əlif. Bu ləzimətun sözünü deməklə isə minəl müthənnə. Yəni ihtaraza bir ləzimə minəl müthənnə. Burada yenə ihtaraza sözü var güya ki. Yəni müsənnəni neynədik? İstisna elədik. Xaric etdik. Nədə? Fi haləti raf. Raf halında. Raf halında müsənnən əlfi var axı. Zeydəni, qələməni. Nəhvə əz-zeydəni. Fə innə əlfəhu lə nədir? Təlzəmuhu. Çünki onun əlifi daim onunla bir yerdə deyil. Daim ondan qalmır. İz çünki təqalləbə yə'ən fil cər və nasb. Yəni həmin o əlif cərdə və nasbda neyinir? Yəyə çevrilir. Nəhvə rəaytu əz-zeydəni kimi. Sonra və əşərə bi qavlihi və thani əl-mənqus, belə bir söz ki dedi şeyx, iləl murtaqi, murtaqiyə işarə elədi. Vəl-mənqus əlləzi əxiruhu yəun ləzimətun qabləhə kəsrətun. Mənqus da budur. İsimdir, muğrabdır və hansı ki sonu ayrılmaz yələ bitib və o yədən qabaq da kəsrə var. Nəhvə əl-murtaqi kimi. Fə ihtərazə bil isim anil fe'l. İsim deyəndə fe'l ihtiraz olundu. Nəhvə yərmi kimi, görürsünüz oxuyur. Və bil mu'rab, mu'rab deməklə ihtiraza oldu nə? Məbnilər. Hansı ki əlləzi, baxın sonu yəni bitib. Sanki mənqus oxuyur. Bi qavlinə qabləhə kəsrə deməklə ihtiraz olundu. Anilləti qabləhə sukun. Yəni bitib, isimdir, muğrabdır, hər şey var üstündə. Amma özündən əvvəl nə var imiş? Sukun var imiş. Bu sözlər də ihtiraz olunur. Nə kimi? Zabyun, ramyun kimi. Deməli, fəhədə mu'təl cərin məcra sahih. Bu mu'təldir. Bəli, sonu yəni bitib. Amma cərin məcra sahih. Səhihin şeyində gedir. Yəni üslubunda gedir. Ona səhih isimlər kimi müamilə olunacaq. Niyə? Fi raf'ihi dammə. Yəni zabyun, ramyun. Və nasbihi bil fəthə. İnnə zabyan, innə ramyan. Və cərrihi bil kəsrə. Fi zabyin, fi ramyin. Aydındır. Bu cür deyiləcək. Ona görə bu muhtəllər səhiyə oxşar muhtəl deyirlər buna. Bu da burada bizim işimizə yaramır. Sonra və hukmu hədəl mənqus ənəhu yəzharu fihi nasb. Deməli, bu mənqusun hökmü, yəni irab zamanı hökmü nədir? Onun nasbı nədir? Üzə çıxır. Nəhv rəaytu əl-qadi yə. Bu düz yazmır burada məndə hərəkə qoyub, hərəkən səhv qoyub. Əl-qadi yə. Və qalə Allah Teala ya qavmənə əcibu də'iyyəllahi, də'iyyə. Allahın dəvətini, çağrışını qəbul edin. Də'iyyə. Burada görürsünüz, yəni fəthə üzə çıxdı. Və yuqaddaru fihi ər-raf vəl-cər li təqlihimə aləl-yə. Deməli, yə yüngül olduğu üçün burada elə bir ki, yəndən fəthəyə keçmək olur.
Amma deyir ki, rafda cərdə e, bunlar yənin üzərində bu raf cər ağır olduğu üçün onlar raf halında, cər halında o hərəkələr dammə ilə kəsrə nə olacaq? Təqdirdə olacaq. Nəhvə cəəl qadi. Qadiyu demirsən. Və mərartu bil qadi, bil qadiyi demirsən. Ona görə. Fə aləmətu raf'i dammetun muqaddaratun aləl yə. Yəni irab eləndə bu cür deyirsiniz də. Dammetun muqaddara. Və aləmətul cərri kəsratun muqaddaratun aləl yə. Aydın oldu. Və ulimə mimmə zukira ennel isme la yakunu fi ahirihi vavun qableha damme. Və bir bunlardan bilindi ki, hansı ki zikr etdiyindən bilindi ki, həqiqətən ismin sonu özündən əvvəl dammə olan vavla bitmir. Yəni ismin sonu vavla bitmir. Necə vavla bitmir? O vav ki ondan əvvəl dammə var. O cür bitmir. Hə? Birdən desəz ki, bəs sumuvun, vavdan qabaq dammə var, sumuvun, bilməm indi burada gətir yoxsa yox. Deyir ki, orada nədir? Vavdan əvvəl damma deyil, sukundur. Yəni sumuvundur. Sumuvundur. Bizə lazımdır vavdır və ondan qabaq dammədir. Yəni belə bir deyir, ərəblərdə belə bir şey yoxdur. Nədir onun adı? İsim yoxdur. Nəam, indi şeyx deyir ki, bəli, birdən də deyə bilərsiniz ki, bəs falan şeylər var axı. İn kənə məbniyyən, əgər məbnidirsə, məbni olarsa, vücidə zəlikə fihi. Belə bir şeylər tapa bilərsiniz. Misal üçün huva, hə? Vavla bitir, vavdan qabaq nə var? Dammə. Hu, deyirsən də, u var. Və ləm yücəd zəlikə fil mu'rab. Biz deyir mu'rabdan danışırıq. Yəni mu'rabda yoxdur deyir. İllə fi əsməl sittə. Hə, indi deyə bilərsiniz ki, bəs əsməl sittədə var axı. Biz əsməl xamsə deyirdik də. Burada 6-cı nardır. Fi haləti raf. Hansı ki, raf halında o da əslində nədir? Rafın əlamətidir. Aydındır. Nəhvə. Cəə əbuhu. Buradakı vav rafın əlamətidir. Və cəzə zəlikə kufiyyun. Kufəllər isə deyir ki, bu iki dənə var. Fi məvdəeyni əxirin. Bu ikisindən də iki dənə başqası var. Kufəllər belə bir şey deyib. Ki, yəni bu iki dənə, bu məbni olan huva, bir də nə idi bu? Əbuhu kimi də. İki dənə də bir əlavə var, belə icazəli forması. Əhəduhuma. O iki dənədən əlavə hansıdır? Mə summiyə bihi minəl feil. Yəni feildən ad qoyulub. Summiyə burada bu bizim bildiyimiz isimdən getmir söhbət. Yəni adlandırma. Yəni ta ki kiməsə aləm kimi qoyulub. Xüsusi nə deyirlər ona bizdə? Xüsusi isim. Hə, yəni feildən xüsusi isim kimi qoyulub. Misal üçün nəhvə yəd'u kimi, yağzu kimi. Hə, birinin adını qoymusan yəd'u, yağzu. Deməli vavdan əvvəl damma oldu axı. Hə, bayaq dedik axı bu muğrab, yəni ərəb dilində muğrab olsun, isimdir. Sonu vavla və vavdan əvvəl damma elə bir şey yoxdur. Yəni bu da əslində yəni biz işimizi yarmır da. Bu əslində dolayısıyla ondan feildir də gətirib ad kimi qoymusan. Aydındır? Ona görə bunu kufəllər nəsə razılaşıb bu şeylə. Və thani ikinci odur ki, yəni kufəllərin razılaşdığı əlavə etdiyim mə kənə əcəmiyyən. Əcəmi bir addır misal üçün. Deyək ki, Tokyo, Moskvada, Moskvu. Burada indi səməndur gətirib, bir də qamandur gətirib. Bu meyvə adları olmalıdır. Ki, yəni bu əcnəbi addır. Yəni bu da kufələr deyib ki, bəs belə bir şey var. Deməli, növbəti fəsil İrab mə əvtələ minəl əfəl. Feillərdən mu'təl olan kəlmələrin irabı. İsimləri bitirdik. Görək bilmək falan nə deyir? Və əyyü fi'lin şərt cümləsində, əyyü mübtədadır. Bilirsiniz də, şərt cümləsində bu əyyünün xəbəri nə olacaq? Şərt və cavabı şərt.
Düzdür, ixtilafdır, bəziləri cavab şərti deyir. Şərt və cavab şərt hamısı nədir? Eyyunun nəyi olur? Xəbəri olacaq. Ona görə indi burada cavab şərtdən şərti tapmaq lazımdır. Ey ful, hə, istənilən feil, hə, əxirun minhu əlif əv vavun əv yaun, hə, yaun deyir, sonu deyir, əlif olan, vav olan, ya olan, indi cavab şərt gəlir. Hə? Fəmu'təllə urif. Mu'təl olaraq tanıcınan, yəni tanınır, bilinir. Yəni sən də belə bil. Mu'təl olanlar bilinir. Deməli bu fə cavabı şərtdir. Şərt cümləsi isə bax burada əxirundan tutmuş əlifun əv vavun yaun bu şərtdir. Şərt cümləsidir. Onu da deyim ki, burada əxirun. Minhu əxirunun sifətidir. Əxirun özü mübtədadır. Mübtədadır. Əlf isə onun xəbəridir. Xəbəridir. Bunlar öz aralarında nədir? Şərt cümləsidir. Fəmuhtəllən urif. Urif yəni urifə elə bir ki, muhtəllən haldır. Və diqqətli olun qardaşlar. Hal önə keçib. Sahibi hal urifənin içində huvadır. Aydındır. Sahibi hal önə keçib. İndi və şeirdə bu cür sukunla tamamlanır. Yəni şeirə görə sukunla tamamlanır. Əslində urifədir yəni. Hər bir halda deyir ki, yəni sonu bu cür bitən feillərin hamısı nədir? Bil ki, bilinir ki, nədir? Mu'təl deyir. Əşara ilə ənəl mu'təl mu'təl minəl əfəl huvə mə kənə fi əxiri vavun qabləhə dammə. Yəni İbn Məlik Rəhmanullah işarə elədi ki, feillərdən olan mu'təl o sonu vavdır və o vavdan da öndə nə var? Dammə var. Misal üçün nəhvə yəğzu əv yə qabləhə kəsrə və yaxud da ki, yəylə bitib, amma yəydən qabaq kəsrə var. Nəhvə yərmi və yaxud da ki, əlfün qabləhə fəthə. Özündən qabaq olan fəthə, fəthəli əliflə bitir. Nəhvə yaxşə kimi sözlər. 50-ci beytdə fəl-əlifə ənvi fihi qayrəl cəzm və əbdi nasbə məkə yəd'u və yərmi. Deyir ki, əlfi, yəni sonu əliflə bitən, sonu əliflə bitəni, nə idi sonu əliflə bitəni? Burada nə var? Görə yaxşı. Hə. Yaxşı. Bax, deyir, bundan danışır. Bax, bundan danışır. Sonu əliflə bitəni, bu əlif sözü, qardaşlar, bu məf'ulun bihdir. Bunun amili invidir. Bu invi yox ha, düşüb. Burada aşağıda gətirir bunu irabın. Yəni sanki cümlə belədir. İnvi fəəlifə, invi, bu artıq invi başqa invidir. İnvi əlifə, əlifdədir təqdir elə. Yəni yaxşı kimi olan feillərdə təqdir elə, yəni nədən başqa? İnvi fihi qayrəl cəzm. Cəzm halından başqa. Yerdə nə qalır? Raf və nasb. Deməli, yaxşəni, yaxşə kəlməsini rafda və nasbda onun hərəkəsini təqdirdə deyəcəksən. Yaxşə, Zeydun yaxşə. Deməli, yaxşə nədir? Raf halındadır da orada Zeydun yaxşədə. Və sanı yaxşəu, qamməhanı deyirsən təqdirdə. Onu deyir. İnvi və əlif. Əgər əliflə bitəndə, yaxşədə, cəzmdən başqa. Nasbda da deyirsən. Lən yaxşə. Yəni, lən yaxşə eləmədin. Amma cəzmdə, cəzmdən başqa. İndi cəzmdə neynəyəcək? Hələ demir. Hələ demir, başqa beytdə deyəcək. Bundan sonraki. Hər bir halda buranı başa düşək. Deməli, yaxşə kimi kəlməni cəzmdən başqa, yəni rafda, nasbda hərəkəsini təqdirdə elə. Buradakı ənvi məf'ul isə qayradır. Qayradır. Sonra deyir ki, və əbdi nasba mə kəyyəd'u yərmi. O, yərmi kimi, yəd'u kimi kəlmələrin nasbını əbdi, izhar elə. İzhar elə. Yəni, zahirdə göstər.
Nasbda ya. Necə olacaq? Yəd'uvə yərmiyə. Lən yəd'uvə lən yərmiyə. Yəni fəthələr üzə çıxacaq. Yaxşı, indi bəs bunların dedik nə isə qaldı. İndi müəllif onu gətirir. وَالرَّفْحَ فِيهِمَا أَنْوِي deyir ki, rafda isə fihimə. Fihimə, nəyi fihimə? Yəni, yəd'u ilə yərmini ikiliyə ona qaydır da. Onların deyir, rafını invi təqdirdə et. Bu invi raf'a məfulun bihidir inviyə görə. İnviyə görə. Onları nədir? Təqdir et. Yəni, yəd'u, yəd'uvu demə. Yərmi, yərmiyu demə. İndi keçdik başqa cümləyə. Vahsif cəzmən sələsəhunnə. İndi bu üçüsü də var idi. Yaxşə, yəd'u, yərmi kimi var idi. Onların üçünü də, hamısını cəzm halındaykən, bu cəzmən haldır. Cəzm halındaykən həsf elə. Yəni, artıq hamısını yaxşənin, neyləsin? Yaxşə, ləm, yəd'u, ləm, yərmi hamısını o illə hərflərini düşürdəcəksən. Taqdi hukmən ləzmə. Yəni, belə etdikdən sonra nə olacaq? Lazımı bir hökm etmiş olacaqsan. Yəni, elə bir şey şeiri belə maraqlı bitirir də. Yaxşı, taqdi burada niyə elə özü cəzm olunub? Elə şeyx maraqlı gətirdi, açığı. Görünür ki, elə bu taqdini dediyin sözünə uyğun gətirib. Taqdi cəzm olunub, niyə? İhzif feilinə görə. Çünki cavabul əmrdir. Bilirsiniz də, yəni idhəb, ədhəb. Get, mən gedim. Bu kimi. Hər bir halda nəysə şeyx bu cür fikrini bitirdi. İbn Aqil Rəhməllah deyir ki, Zəkərə fi hədəl beyteyni keyfiyyətəl iqrabı fil fiili muhtəll. İbn Məlik Rəhməllah bu iki beytlə muhtəl feilin iqrabının necəliyini zikr etdi. Fəzəkərə ənəl əlifə yuqaddaru fiyhə qeyru cəzm. Və dedi ki, cəzmdən başqa hamısında, yəni rafda nasbda təqdirdə olur. Fiyhə, yəni əlif, yəni. Hə, qaydır əlifə. Və huvə raf və nasb. Bu da raf və nasbdır. Misal üçün, Zeydun yaxşə. Fə yaxşə mərfuun. Niyə mərfudur? Dəlil nədir ki, mərfudur? Təcərrudu minəl nəvasib vəl-cəvazim. Ondan təcrid olunub ona görə. Aydındır? O cəhətdə. Misal üçün, sən desən ki, yaxşə Zeydun, yenə eyni şeydir. Təcərruddur. Yəni, nasb var önündə, nə şey var? Nədir? Cəzm edici. Amma Zeyd üçün onu demir ya. Zeyd niyə rafdadır? Zeyd üçün demir, təcərruddur, nə bilim, falan şeydən. O ancaq feillərə deyilir. Yəni, ibtidaiyə görə, yəni mübtədadır və onu da raf eləyən onun mənəvi ibtidalığıdır. Amma mudari feili nə demirlər ki, ibtidaiyə görə, misal üçün, birdən yaxşə Zeydun olsaydı, yerini dəyişsəydi, biz orada yaxşəni nə deyirik? Təcərruddur, avamillərdir. Avamillər nədir? Nasb edici və cəzmidir. Nasibdən, cazimdən təcərrud olduğu üçün mərfudur. Və aləmətü raf'ihi dammətun muqaddaratun alə əlif. Və lən yaxşə. Qorxmayacaq. Və yaxşə mənsubun. Niyə? Çünki mənsubun bir lən də, lənə görə. Və aləmətü nasb fəthətun muqaddaratun aləl əlif. Və əmməl cəzm, cəzmdə nə olur? Və yəzhar və yaxud da yuzhar, izhar olunur, onun hərkəsi. Lənnəhu yuhzəfu ləhu əl-hərful əxir. Ləhu, hu qayıdır cəzmə. Çünki deyir, cəzm üçün hərf, sondakı hərf nə olub? Düşüb. Nəhvə ləm yaxşə kimi. Yəni, qorxmadı. Əşkərə bi qovlihi və əbdin nasbə mə kəyyəd'u yərmi sözü ilə işarə eləyib, ilə ənnən nasb nə olur? Yazharu fihimə əxiruhu fihimə edirəm. Fihimə əxiruhu vav av yə. Yəni, sonundakı vav yə nədir? Zahir olunub nasbda. Nəhvə lən yəd'u və lən yərmiyə kimi. Yəni, çağırmayacaq, atmayacaq. Və şərə bi qovlihi və rafqa fihimə invi sözü ilə işarə elədi.
ilə ənəl rəfə yuqaddaru fil vavi vəl yəi. Hə? Yəni vavda yədə yəni təqdir olunacaq rafın əlaməti. Nəhvə yəd'u və yərmi fi aləməti rafı dammətu muqaddar aləl vav vəl yəi. Bu vav yəi deyəndə vav yəi təqdir olunmur ha. Yəni vavın yəyin üzərindəki hərəkə təqdir olunur. Və əşarə bi qavlihi vahzif cazimən sələsəhunə sözü ilə işarə elədi. İlə ənə sələsə ki bu həqiqətən bu üç dənələr, nələr də üç dənələr? Hiyə əlif vəl vav vəl yə tuhsafu fil cazm. Cazmdə hər üçü düşür. Nəhvə ləm yaxşə və ləm yağzu və ləm yərmi kimi. Və aləmətül cazm nə olacaq? Hasful əlif vəl vav vəl yə olacaq. Və hasilu mə zəkərahu, yəni İbn Məlikin dediyindən nəticə budur ki, ənəl rəfə yuqaddaru fil əlif vəl vav vəl yə, əlifdə vavda yədə raf təqdir olunur. Və ənəl cəzmə yəzharu fil sələsəti bi hasfihə. Yuzharu fi sələsəti bi hasfihə. Üçündə də həsfinlə izhar olunur. Və ənəl nasbə yəzharu fil yə vəl vav yuqaddaru fil əlif. Nasbda isə yədə, vavda izhar olunur, amma əlif üçün təqdir olunur. Subhanəkallahumma bihamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbu ileyk.